Şəki rayonunda 1977-ci il təvəllüdlü Vüqar tanışı Təbrizə xəsarət yetirib. Hadisə ötən ilin dekabrın 5-də Şəki şəhəri Mirzə Fətəli Axundov prospektində yerləşən avtoyuma məntəqəsində baş verib. Vüqar həmin gün saat 11:45-də özünə məxsus avtomobili yuduzdurmaq üçün avtoyuma məntəqəsinə gəlib. O, həmin avtoyuma məntəqəsində işləyən Təbrizə avtomobilini Nisiyə yuduzdurmaq istədiyini bildirib. Bu zaman Təbriz onun əvvəllər də avtomobilini Nisiyə yuduzdurmaq pulunu vermədiyi üçün onun avtomobilini yumaqdan imtina etdiyindən və ona qarşı nalayiq ifadələr işlətdiyindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı o əli ilə bir dəfə Təbrizin sağ göz nahiyəsindən vurub ona xəsarətlər yetirib. Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, avtoyuma məntəqəsində işləyən Təbrizi uzun müddətdir əvvəllər tanıyıb, onunla heç bir düşmənçilik və ya ədavəti olmayıb. Daimi olaraq özümə məxsus Vaz 2106 markalı avtomobili Təbrizin işlətdiyi avtoyuma məntəqəsində nağd və ya nisiyə yuduzdurmuşam. Son zamanlar avtomobilimi Təbrizdə nisiyə yuduzdurmağım üçün ona 25 manat borcum olub, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın 5-də təxminən saat 11:45-də idarə etdiyi avtomobili yuduzdurmaq üçün Təbrizin işlətdiyi avtoyuma məntəqəsinə gəlib. Həmin vaxt Təbrizin avtoyuma məntəqəsində tək olduğunu, əlində maşın yuduğunu gördüm. Ona yaxınlaşaraq əlində yuduğu maşını yuyub bitirdikdən sonra mənim maşınımı yumasını xahiş etdim. Ancaq pulum olmadığını, maaşı alan kimi gətirərək pulunu verəcəyimi dedim. Sonra Təbriz ünvanıma nalayiq ifadələr işlədərək məni təhqir etdi. O mənə nə zaman borclarını ödəyərsən, onda sonra gəlib maşın yuduzdurarsan ifadəsini işlətdi. Təbrizin ünvanıma ağır küçə söyüşləri işlətməsi mənə pis təsir etdi. Mən də onun ünvanına nalayiq ifadələr işlədərək onun üzərinə getdim. Onun sağ göz nahiyəsindən bir dəfə yumruqla vurdum. Təbrizin yumruq zərbədən yerə yıxıldığını gördüm və hadisə yerindən getdim, deyə o ifadəsində qeyd edib. Təqsirləndirilən şəxs deyib ki, münaqişə zamanı avtoyuma məntəqəsində onlardan başqa heç kim olmadığından onların mübahisə və davalarını heç kim görməyib. Təbrizlə barışmışam, ona dəymiş maddi və mənəvi ziyanı ödəmişəm, Təbriz də məni bağışlayıb, deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Şəki rayon məhkəməsinin hökmü ilə Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 4 və 5.1-ci maddələri tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib. Bundan başqa Şəmkir rayonunda 45 yaşlı kişi bacısının həyat yoldaşına xəsarət yetirib. Hadisə ötən ilin dekabrın 14-də rayonun kəndlərindən birində baş verib. 1986-cı il təvəllüdlü Nəcəf həmin gün saat 17:30-da bacısının həyat yoldaşı Nərman ilə mübahisə edib. Aralarında mübahisə zamanı Nərmanın arvadı Səbinənin yaşadığı evə aparmaq istəməsi, onun ünvanına təhqiredici ifadələr işlətməsinə görə baş verib. Mübahisə zamanı taxta parçası ilə bir neçə dəfə onun qoluna, sifətinə və başına vurub. Nəcəfin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Nəcəf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, dekabrın 14-də saat 17:30-da yaşadığı evdə olan zaman Nərman onun evinin həyətinə gəlib və bacısı Səbinəni aparmaq istəyib. Amma Səbinə Nərmanla getmədiyi üçün bizi
nalayiq sözlərlə təhqir edərək mübahisə etməyə başladı. Mübahisə zamanı yer silmək üçün nəzərdə tutulmuş taxta ilə bir neçə dəfə Nərimanın qoluna vurdum. Nərimanın oğlu Fuad bizi sakitləşdirərək araladı deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, bununla belə hadisədən sonra Nərimana dəymiş ziyanı ödəyib, onunla barışıb, əməlindən peşmandır. O bir daha cinayət törətməyəcəyinə söz verib və məhkəmədən barəsində amnistiya aktının tətbiq edilməsini, cinayət məsuliyyətinə azad olunmasını istəyib. İş üzrə zərər çəkmiş Nərimanın sözlərinə görə dekabrın 14-də qayını Nəcəfin yaşadığı evə gedib və arvadı Səbinəni götürmək istəyib. Səbinə onunla mənimlə getmədiyi üçün Nəcəf mübahisə etməyə başladı. Mübahisə zamanı Nəcəf yer silənmək üçün nəzərdə tutulmuş taxta ilə mənim sifətimə, qoluma, başıma vuraraq xəsarət yetirdi. Lakin hadisədən sonra o məndən üzr istədi, mən də onu bağışlayaraq barışdım. Ondan şikayətim yoxdur, deyə zərər çəkmiş şəxs ifadəsinə belə yekun vurub. Şəmkir rayon məhkəməsinin hökmü ilə Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci maddəsi tətbiq edilib, o cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib. Şəmkir rayonunda 46 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib, hadisə rayonun Yuxarı Seyfəli kəndində baş verib. Həmin kənddə yaşayan 1985-ci il təvəllüdlü Ayaz ilə yaşadığı kənd ərazisində həmkəndlisi Kənan arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman Kənan idarə etdiyi avtomobilin uzaq işıqlarını yandırması səbəbindən tərəflər arasında mübahisə yaranıb, baş verib. Mübahisə zamanı o yumruqla Kənanın göz nahiyəsinə qəsdən vurub, ona xəsarət yetirib. Ayazın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Şəmkir rayon məhkəməsinin hökmü ilə Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata, təqsirləndirilən şəxsin zərər çəkmişlə barışması, zərər çəkmiş şəxsin onu dəymiş ziyanı ödəməsi və digər halları nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilib.